Qızlar, bir də ki, qabartma tozu əlavə edirəm. Belə. İndi yaxşıca qarışdıracağım. Çırpıcı telimlə qarışdıracağım. Qızlar, bu çırpıcı tel çox gözəldir. Həqiqətən 2 il əvvəl Trendyoldan sifariş vermişdim. Hardasa bir 2-3 manat aralığındaydı. Amma o qədər gözəldir ki, yəni mən çırpıcı tez sındıranam. Yəni bundan əvvəl bəlkə də 20-yə yaxın çırpıcı sındırmışam da, amma bunu istifadə edəndən artıq 2 ildir də, yəni gedir, dözür belə deyim də. Hə, bir də ki, biraz duru yağ əlavə edəcəm içərisinə ki, dadı olsun. Bu hazırda belə bir tava götürmüşəm. İndi tavaya əlavə edəcəm. Öncə birinci tavaya azca yağ əlavə edirəm ki, dibinə yapışmasın. Qızlar, belə yaydım tavamda da. İndi öncədən qızdırmışdım sobanı. Qoyacağım. Hardasa bir 180 dərəcədə pişsin. Təxminən 15-20 dəqiqə hazır olur.